2015-ci ildən 2021-ci ilə qədər Biləsuvar rayonunda bələdiyyə sədri olan Seyidov Ruslan Sərxoşoğlu Aşağı Cüləri kəndində örüş torpaqlarını müxtəlif insanlara satıb. Aldadılan vətəndaşlar bu barədə Ədliyyə Nazirliyinin bələdiyyələr üzrə iş mərkəzdə məlumat versə də heç bir tədbir görülməyib. Dövlət başçısının sərəncamına əsasən, ümumi istifadədə olan torpaqlar heç bir halda satıla bilməz. Lakin Ruslan Seyidov işlədiyi dövrdə bütün sənədləri saxtalaşdıraraq bu qanunsuzluqları gizlətməyə çalışıb. Güya həmin sənədlər bələdiyyədən oğurlanıb. Əslində, hüquq mühafizə orqanlarının ilkin araşdırmalarında sübut olunub ki, keçmiş bələdiyyə sədri qeyri-qanuni yollarla örüş torpaqlarını satıb. Ruslan Seyidov sədr olduğu zaman bələdiyyədə ailə patratı yaradıbmış. Örüş sahəsində ərazisi 440 kvadrat olan firma inşa edilib. Həmən ərazidə Seyidov sahibkar Hüseynov Bəhruz Ərəddin oğluna satıb. Biləsuvar rayonu Aşağı Cüləri kəndinin ərazisidir. Biləsuvar rayonu Aşağı Cüləri kəndinin ərazisində örüş sahələridir burada. Örüş sahələrində qanunsuz olaraq evlər tikilmişdir. Qanunsuz olaraq evlər tikilmişdir. Baxın görün, bu vətəndaşlar, bu evləri vətəndaşlara, bu torpaqları vətəndaşlara kimlər verib? Ruslan Seyidov öz başına edərək qanunsuz vətəndaşa torpaq sahəsini o göstərmişdir. Vətəndaş özünə hansı adla buranı zəbt edə bilər? Hörmətli Ədliyyə Naziri Fərid Əhmədov, sizə səslənirəm. Sizin region idarə, İmişli region idarəsinin vətəndaş nümayəndələri gəlmişdi Aşağı Cüləri kəndində. Bizim bələdiyyə sədri o cümlədən Ruslan Seyidov onları qarşılamadı. Onları heç yaxına buraxmadı. Heç onları insan hesab eləmədi. Fakt İskəndər Oğuzun əməkdaşları, İmişli region idarəsinin əməkdaşları İskəndər Oğuzun nümayəndələri bura gəlmişdi. Onların qarşısına çıxmadılar heç. Onlara izahat vermədilər. Biz öz işimizlə, gedin siz öz işinizlə məşğul olun. Heç onlara əhəmiyyət vermir, insan yerinə qoymadılar. Bəs Fərid Əhmədov, bəs siz hara baxırsınız? Ədliyyə Nazirliyi hara baxır? Niyə öz başına baş alıb gedir? Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qurbətova demiş, bu məsələ neçə dəfə demiş ki, Aşağı Cülərdə örüş sahələri satılıb. Xahiş elə bu məsələ aydın, polislər gəlib tökülür, baxın, yerində baxın, təyin edilir ki, qanunsuz satılıb, yerlər satılıb, lakin tədbir görən yoxdur.